Salam idman sevərlər, siz M20 idman kanalını izləyirsiniz. Dostlar, bax sona kimi diqqətlə qulaq asın. Deyirsiniz, yay gəlir, kök deyiləm, amma hiss edirəm qarnımda artıq yağ var. Bəlkə nəyisə səhv eləyirəm. Bax sən bu vaxta kimi qiyməni zeytun yağında qızardmısan, toyuğu qızardmısan, kartuşkanı qızardmısan və nəticə vermisən. İndi pəhriz səndən daha da ciddi olmağı tələb edir. İndi sən yəni qiyməni suda pörtdə, yəni soğanla vur ilə düyüyə, misal üçün qreçkaya və üstünə sən bir qaşıq zeytun əlavə edə bilərsən. Və o zeytunu sən hal-hazırda qızartsan yeməkləri, o həmin bir qaşıq zeytunda kalori daha da başlayacaq çox olmağa. Yəni qızarandan sonra, yağ bişəndən sonra 3-4 dəfə kalorisi çoxalır. Və indi burada başqa sual yaranır ki, bəlkə sənin bu gün o zeytun yağını yeməyə ehtiyac yoxdur. Bəlkə sən çərəzdir, qozdur, avokadodur, diri zeytun yemisən, onda da yağ var axı. Yağ deyəndə insanlar bəzən nə düşünür ki, dükandan alınan yağ, bədən onu tələb edir. Xeyr, bədən sizdən təbii məhsul, təbii yağ tələb edir. Ən gözəl dediyim kimi dostlar, həftədə yağ istəsəz, yəni quyruq yağı, bir də ki təmiz nehrə yağı həftədə 2 dəfə sala bilərsiniz. Hər kəsə uğurlar.